Bayram ərəfəsində Azərbaycanın qədim xalq musiqi aləti balabanda xalq mahnıları ifa olunur. Bu musiqinin sədaları altında xanımlar səməni halvasını hazırlayır. Səməni halvasına bəzən suhan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlarda fərqləndirən xüsusiyyəti ekoloji cəhətdən tam təmiz olması və yalnız təbii məhsullardan hazırlanmasıdır. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Səməni halvasının bişirilməsi xeyli zəhmət tələb edən və vaxt aparan işdir. İlkin mərhələdə gördüyünüz bu yeni cücərmiş buğdalar ət maşından keçirilir, onun suyu əldə edilir. Səməni halvasının hazırlanması 3 mərhələdən ibarətdir. İlk olaraq halvanı bişirmək üçün yüksək keyfiyyətli, çox da köhnə olmayan buğdadan istifadə olunur. Mənim bütün qohumlarım Sumqayıtda yaşayır. Onlara hamısına salam göndərirəm. Qadınları 8 mart günü münasibətilə təbrik edirəm. Buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğda dəfələrlə yuyulur. Sonra buğda yaş torbanın içərisinə qoyulur. Burada da buğdanın yuyulması və nəmlənməsi davam etdirilir. Buğdanın keyfiyyətindən asılı olaraq bu proses 5-7 gün arasında davam edə bilər. Bu prosesin sonunda xeyli miqdarda özündən rişə vermiş buğda alınır. Həmin buğda ət maşınında çəkilir. Çəkilmiş kütləni tənzif vasitəsilə sıxıb suyunu alırlar. Məhz bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir. Daha sonra alınmış mayədən un yoğrulur. Artıq səməni halvasını bişirmək olar. Bunun üçün mümkün qədər yekə mis tava götürülür. Bundan əlavə halvanı qarışdırmaq üçün möhkəm dəstəyi və iti burnu olan ərsin deyilən mis əşyadan istifadə edilir. Əslində ərsinin olması çox vacibdir. Çünki səməni halvası çox uzun müddət əmələ gəlir və halvanı qarışdırmaq üçün ərsin olmaması bu işi yerinə yetirən insanı yersiz əsəbləşdirir. Bu qarışdırma prosesi 4-5 saata qədər çəkə bilər. Səməni halvasının hazırlanması üçün 2 gün vaxt lazımdır. İlk gün səməninin suyu, ikinci gün isə onun xəmiri hazırlanır. Sonra xəmir yağda, tavada bişirilir. 5 saat içərisində halva hazır olur. Demək olar ki, 100 illər boyunca Dəmirçi kəndində səməni halvası Novruz ərəfəsində bişirilir. Ruziyer Fullazadə, Rəşad Aydın, Cavanşir Seyfəddinoğlu, Dünya TV.